Topu meydanın mərkəzindən oyuna ev sahibi Qarabağ futbolçuları daxil etdilər. Startı səslənir və beləliklə görüş başladı. Bu mövsümün görüşlərində Qarabağın üstünlüyü var. Qarabağa qarşı oynayır. İndi Kəpəzin hücumunu izləyə bilərik. Ötürmə məncə bir qədər gec edildi. Hər halda bayraq hələ ki qalxmayıb. Zərbə də endirildi. Hakimə baxıram, köməkçi hakim qaldırmır bayraqda, ofsayt qeydə alınmır. Aydın ötürmə gəldi. Qapı qarşısında başla zərbə. Top qapıdan aralı keçir və Kaşşuk da ayağını uzatdı amma çata bilmədi. Azərbaycan Araz Naxçıvan və Kəpəzdəkilərə nəzərə almaqla Premyer Liqada baş məşqçi kimi 5 dəfə üzə gəliblər ki, bu oyunların üçündə. Qarabağ birində isə yəni Qurban Qurbanov komandası. Top ikisi və dərhal da Kəpəz irəli şığıyır. Sağ cinahdan Medina gecikdi və Medina qaydanı pozdu mu? Yox, heç də yoxdur deyir hakim. Qayda pozuntusu yoxdur deyir. Maraqlıdır. Zubir, Musa, yenə Kaşşuk'a ötürmə. Kaşşuk Musa ilə oynadı. Musa Qurbanlı cərmə meydançasındadır. Ondan ötürmə qapı qarşısına. Nərmana endirdi. Qapıya zərbə var amma Dayan zərbəsindən sonra top qapının üstündən keçir. Buagyar və VAR-a baxacaq hakim. Bax, elə bunu deyildi. VAR-a baxacaq. Epizoda VAR-dan müdaxilə gəldi. Tək-bətəyə gedən oyuncu burada düzdür. Bəlkə də digər tərəfdən Qarabağın çata bilən oyuncusu görünürdümü? Amma istənən al baxırıq bax burada. Medina, Buagyar öndədir. Təmas da sanki var. Çöldə görünür. Bəli, burada yəni penalti məsələsi müzakirə edilmir. Mümkün qırmızı vərəq epizodu müzakirə olunur. Və görə indi VAR-dan nə xəbər gələcək, yəni daha VAR-ı izlədikdən sonra, bax, epizodu izlədikdən sonra görüşün baş hakimi Rəvan Həmzəzadənin epizodla bağlı qərarı necə olacaq? Hamı, həm Kəpəz, həm Qarabağ futbolçuları bir qədər aralıdan onları diqqətlə izləyirlər. Yenidən baxırıq daha geridən. Deməli, Buagyarın maraqlıdır ki, burada epizodu çətinləşdirən odur ki, istiqaməti də qapı üzrə. Bəli, qapıya doğru hərəkət edir, bəli. Və hamı aralansın deyir, hakim Medina'nın yanına çağırır, heç nə yoxdur. Heç nə yoxdur deyir. Heç nə yoxdur. Heç nə yoxdur. İstənilən halda təbii ki, epizoda bir aydınlıq gəlməli idi. Təkrar baxdıq. Hər halda qərar belə verildi. Heç nə yoxdur deyir qarşılaşmanın hakimləri. Baş hakimi Rəvan Həmzəzadə. Medina'nın bu mövsümdə bir qədər qeyri-sabit oyunu, formunu nəzərə alaraq uzaqdan zərbə endirildi və... Medina üçün bəlkə bir həyəcan təbil olmalıdır ki, daha diqqətli olmalıdır irəli çıxarkən. Geri qayıtmalar mənasında. Və az əvvəlki zərbənin təkrarını bir möhtəşəm seyvindən sonra demişdi. Amma bəzən zaman bir qədər fərqli formalarda da təqdim olunur. Daha bir epizod. Şahruddin neynirsən sən? Neynirsən sən bu dəfə həqiqətən də yaxşı mənada, amma epizod davam edir və Medina uzaqlaşdırır topu. Baxırıq, bax burada geriyə ötürmə zamanı səhvə yol verilir və Şahruddin komanda yoldaşının səhvini sığortalayır. Çox gözəl çıxartdı topu. Komandasını real təhlükədən xilas etdi Şahruddin. İlkin Qırtımovdan ötürmə yeri gəlmiş İlkin Qırtımov. İndi izləyək epizodu əvvəlcə. Epizod bitsin, sonra biləcəyi oyundan kənar vəziyyət var ya yox. Kəpəz hücumdadır. Qapıya zərbə endirilir və çox gözəl bir gol vuruldu. Amma offside qərarı da verilir. Epizod bitdikdən sonra bayraq qalxdı. Bax, bu epizod bir qədər Medina'nın gözləyir istənilən halda. Təbii ki, indi zərbəni bir daha izləyirik və bəzən yıxılarkən rəqib ona dəydi. Və yenə də o sayılmayan gol zamanı ofsayt epizodunu biz görürük və Ardazişvilinin zərbəsi həqiqətən də gözəl alınmışdı. Kəpəzin heyətini bu mövsümdə gücləndirən futbolçulardandır Rati Ardazişvili. Bu da VAR-dan gələn görüntü. Və bəli. Maraqlı düzlükdə oynayır əslində Qarabağ komandası. Bunu da qeyd etmək lazımdır.
Bu arada Nəriman mübarizənin birindən qalib ayrıldı. Daha bir mübarizə Nərimandan. Nəriman yıxılır, amma Rəvan Həmzəzadə davam deyir. Həmlə də davam edir indi. Leandro önünü təmizləməyə çalışır. Kaşşukun ötürməsi. Bir daha baxaq. Bir bax burada Nəriman Axundzadənin epizoduna baxırıq. Əvvəlcə birinci mübarizədən qalib ayrıldı. Daha sonra ikinci mübarizə yıxıldı, qalxdı və məncə də burada penaltilik ciddi bir epizodu yox idi. Və Qarabağın daha bir əks hücumunu izləyirik. Ötürmə edildi. Musa Qurbanlı daha bir ötürmə edilir və top qapı tirinə dəydi. Avtogol ola bilərdi, amma bax bu toxunuş komandanı qoldan xilas etdi. 29-cu dəqiqə gedir görüşdə. Həqiqətən maraqlı bir mübarizə izləyirik. Baxırıq bir daha burada Ümid Səmədov topa müdaxilə edir. Nəriman. Oyun davam edir. Uzaqdan zərbə və mükəmməl bir gol. 31-ci dəqiqə Qarabağ hesabı açır. Əla bir gol idi. Və mən deyərdim ki, bax bu yerdə Rəvan əgər qayda pozusu vardısa belə Rəvan Həmzəzadəyə bir əhsən düşür ki, epizodu saxlamadı. Olduqca baxımlı bir gol izlədik. Və çempionatımızın bombardiri Leandro 15-ci golunu vurdu. Azər Bağırovun məyusluğunu görürük. Belə qeyd etdilər. Bax, bir daha baxırıq episodun təkrarına bax burada. Hətta bir daha gedirəm. İddia etmirəm ki, qayda pozunuz var, amma vardısa belə saxlamamaq çox yaxşı oldu. Nə mənada? Çünki epizod davam etdi və yekunda da belə bir baxımlı gol izlədik. Leandro Andrade'nin uzaqdan endirdiyi qüvvətli zərbə qol nəticələnir. Qarabağ hesabda önə keçir. 15-ci gol. Bombardir, çempionatın bombardiri. Kaşşuk rəqibi önündədir. Kaşşukun zərbəsi Məmməd Hüseynov. Təkrar zərbə olacaqmı? Ötürmə, daha bir zərbə və yenə də Məmməd Hüseynov. Möhtəşəm seyv alındı Məmməd Hüseynovdan. Və az əvvəlki hücumun zərbənin təkrarına bir də var. İlk zərbə zamanı Məmməd Hüseynov yaxşı oynadı. Davamında top Nərimana qaytarıldı. Nəriman yaxın məsafədən zərbə vurdu və bu epizodda da Məmməd Hüseynov möhtəşəm. Oyuna daxil edilir, ötürmə edildi, zərbə də endirildi və çox maraqlı gol izləyə bilərdik. Maraqlı bir düşüncə idi Musa Qurbanlıdan. Çərçə düşə bilmədi və birinci hissənin başa çatdı. Adday. Əks hücum şansı var Qarabağ üçün. Leandro Andrade ötürmə. Leandro Andrade sürətlər əliyir Cinala. Andrade qapı qarşısı göndərilən top və müdaxilə zərbə və qapçı. Kaşşukdan ötürmə. Kadi zərbə olmadı. Qapçının da müdaxiləsi var və topu təhlükəli zonadan uzaqlaşdırır. Kəpəs futbolçuları. Tural Bayramov topladı. Tural qapıya baxır. Ondan zərbə qapçı. Benziya küncdən zərbəni yerinə yetirir. Zərbə indirildi və burada ikinci, yox, oyundan kənar vəziyyət. Bəli. Gol qeydə alındı. İkinci gol vurulsa da gol sayılmır. Köməkçi hakimə dərhal baxdım. Bayrağını qaldırıb. Ötən tur Araz Naxçıvanla maçda fərqlənmişdi və indi də Kəpəzin qapısına yol tapır. Kəpəzin qapısına bundan əvvəl də yol tapır. O cari mövsüm 10-cu turda gol vurmuşdu Kəpəzlə görüşdə. Budur hər şey burada. Açıq aydın görünür. Oyundan kənar vəziyyət yox idi. Qayda pozuntusu da yoxdursa, təbii ki, artıq gol sayılmalı. Hakim mərkəzi göstərir, bu deməkdir ki, hesab 2-0-da artıq. Hikmət Cəbralizadə, gənc futbolçu sağ cinahlı oynuyor. Abbas, Benziya, yenidən Hikmət, özü zərbə vurur, Hikmət fərqləməyə yaxın idi. Epizodun təkrarını bir daha izlədik, təhlükəli zərbə idi. Hikmət Cəbralizadədən. Kadi, nələr edir Kadi, Kadidən ideal ötürmə edildi, üçüncü golu vurmaq olar, zərbə indirilir və 3-0. Musa Qurbanlı Qarabağın bu görüşdə üçüncü golunu vurur.
Qarşılaşmanın 82-ci dəqiqəsində hesab 3-0 olur. Və bununla da Musanın mövsümdə vurduğu qolların sayı çatdı 6-ya. Sumqayıtlı görüşü dubl etmişdi. Şamaxı ilə təxirə salınmış görüş. Turan Tovuz, Araz Naxçıvan və indi də Kəpəzlə maçla fərqlənir. Musa Qurbanlı eyni zamanda Musanın çempionatda vurduğu qolların sayı. Medina, Benziya. Və bu da final fiti. Beləliklə Qarabağ Kəpəzlə 35-ci tur maçını 3-0 hesablı qələbə ilə başa vurur.